Sabahınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi bugün də davam edəcək. Son məlumatlara görə bugünkü iclasda təqsirləndirilən şəxslərin son sözlə çıxış etmələri davam etdiriləcək. Ümumiyyətlə qeyd edək ki, artıq bir neçə iclasdır məhkəmə prosesində təqsirləndirilən şəxslər son sözlə çıxış edirlər. Bunun üçün onlara məhkəmədə kifayət qədər zaman ayrılıb və eyni zamanda onlara şərait yaradılıb. Sonuncu məhkəmə iclasında təqsirləndirilən Lyova Mnasakanyan çıxış etməyə başlamışdı. Bütün iclas boyu o fikirlərini çatdırdı, çıxış etdi və qeyd etdi ki, o ümumiyyətlə dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin və zərərçəkmişlərin hüquqi varislərinin səsləndirdiyi fikirləri əks arqumentlər səsləndirdi, dəlillər səsləndirdi və özünü təqsirli bilmədiyini qeyd etdi. Bugünkü iclasda da Lyova Mnasakanyanın son sözünü məhkəmədə davam etdirəcəyi gözlənilir. Qeyd edək ki, məhkəmə prosesində təqsirləndirilən şəxslərin son sözlərini çıxış etməsi üçün onlara rus və erməni dilində tərcüməçilər ayrılıb. Hansı zərər çəkmiş, hansı dildə, yəni ifadələrini bildirmək istəyirsə, bununla bağlı onlara şərait yaradılır və zaman tanınır, imkan yaradılır. Məhkəmə prosesi qeyd etdiyimiz kimi açıq keçirilir. Təqsirləndirilən şəxslər Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinirlər. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittihamlar irəli sürülür və prosesi media nümayəndələri də izləyirlər və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatlara çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiyaya ötürürük.